أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير الناصر ومعين قال الله تعالى في كتاب الكريم بسم الله الرحمن الرحيم هل أتاك حديث ضيف إبراهيم المكرمين إذ دخلوا عليه فقالوا سلاما قال سلام قوم منكرون صدق الله العلي العظيم. Allah ibadət itaətlərimizi qəbul eləsin. Allah bu Şaban ayının son cümə günüdür. Bu son cümə günündə ibadət itaətlərimizi qəbul eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Allah Teala dövlətimizi, millətimizi, bayrağımızı, ordumuzu həmişə uca eləsin. Bugünkü mövzu İslamda önəmli məsələlərdən biri olan müsəlmanlar arasında bir-birlərinin evinə gedib qonaq getmək, qonaq çağırmaq bu İslamın gözəl əməllərindən biridir. Oxuduğum ayədə Allah Teala Həzrəti İbrahim Peyğəmbərin bir hadisəsini nəql edir, buyurur ki, İbrahim Peyğəmbərin bir gün buyurur ki, Həl ətəkə hədisu zayıfi İbrahim əl-Mukremin buyurur, İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatıbmı? Buradan məlum olur ki, Həzrəti İbrahim Peyğəmbərin zamanında qonaqları olub və Həzrəti İbrahim Peyğəmbər böyük qonaqpərvər bir insan olub, bir şəxs olub, bir Peyğəmbər olub. Və o qonaqlar Həzrəti İbrahimin yanına daxil olur, İzdəxəlu aleyhi fəqalu səlamən. Zaman ki onlar içəri daxil oldular, İbrahim Peyğəmbərə salam verdilər. Qalə səlamun qavmun munkarun. Həzrəti İbrahim Peyğəmbər əleyhissalam da onlara salam verdi və buyurdu ki, siz yad adamlardansınız, bu cür nə buyurdu? Ümumiyyətlə, İslamda qonaqpərvərlik, qonaq məsələsi gözəl bir məsələlərdən biridir. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, hər bir şeyin zəkatı vardır və evin zəkatı qonaq otağıdır. Yəni, burada hər bir şəxsin evində görürsən, bir qonaq otağı xüsusi olaraq ayırır ki, qonaqlar bir gün hər nə vaxtsa evə qonaq gələr və onlar üçün onlara ehtiram olsun deyə möhtərəm sayıldığına görə onlar üçün bir qonaq otağı da təşkil olunur ki, gözəl yer təşkil olunur və orada yatmaqlarından ötəri. Buyurur ki, hər kəs qonaq qəbul etməkdən çəkinərsə, qəlbi qəzavət bağlayar. Görürsən, qonaq dəvət eləməkdən, qonaq çağırmaqdan insan çəkinir, qorxur. Buyurur ki, Həzrəti Peyğəmbər buyurur ki, deyir, o şəxsin qəlbi qəzavətlə bağlanar və evindəki bərəkət aradan gedər. Çünki hədislərimizdə də vardır ki, qonaq gedirsə, özü öz ruzisini o evə aparır. Qonaq çağırmaqdan, qonaq dəvət eləməklikdən gərək çəkinməyəsin. Sonra buyurur ki, qonaq Allah qonağıdır. İstər müsəlman, istərsə qeyri-müsəlman, başqa dindən olan gərək onun əziz tutulması mütləqdir. Ki, qonağı gərək möhtərəmli, ehtiramlı qəbul eləyəsən və ehtiramla da möhtərəm olaraq, hörmət olaraq onu yola salasan. Bu qonaq Allah qonağıdır buyurur. Həzrəti Peyğəmbər buyurur ki, qonaq kafir olsa belə gərək onu əziz tutasan. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, İbrahim əleyhissalam çox qonaqpərvər idi. Qonaq tapmaq üçün bayıra çıxıb qonaq axtarardı ki, öz evinə dəvət eləsin. Və hətta buyururlar ki, süfrədə heç vaxt tək əyləşməyib ki, öz süfrəsinə bir nəfəri dəvət eləyib, qonaq çağırıb və onunla bir süfrəyə əyləşib, o yeməkdən istifadə eləyiblər. Həzrət Əleyhisselam buyurur ki, qonağı sevən mömin qəbirdən üzü ağ kimi parlayacaqdır. Qonaq sevən adam ki, qəbirdən ki, bir zaman biz insanlar qalxacaq, ki, o şəxslərin buyurur ki, qonağı həmişə seviblər, onların üzləri ay kimi parlayacaqdır.
İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs Allahı tanıyan üç dəstəyə, üç şəxsə yemək versə, Allah ona üç behişdən yemək verər. Allahı tanıyan mömin bir şəxsə ona deməli yemək versə, Allah da ona üç dənə behişdən ona yemək verər. Buyurur ki, Firdovsi Əladan ona yemək verər və Ədin cənnətindən ona yemək verər və Tuba cənnətindən ki ona Allah neymət bəxş eləyər behişdən. Başqa bir hədisdə vardır ki, qonaq gəlməyən evə mələk daxil olmaz. Bir nəfərin ki, evinə heç qonaq getməyə, qonaq dəvət eləməyə, buyurur ki, o evə mələk daxil olmaz. İslamda qonaqlığa layiq olanlar da vardır ki, Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Allaha xatir sevdiyi şəxsi öz yeməyinə dəvət et. Bir nəfəri Allaha xatir ki, onu buyurur ki, öz yeməyinə dəvət et. Qonaqlığın xatirinə özünü zəhmətə salmaq. Bir nəfər ki, evə qonaq gəlir, özünü zəhmətə salmaq da bu gözəl əməllərdən sayılır. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, qonaq qəbul edən şəxs üçün elə bir günah bəsdir ki, qonağın qabağına qoyduğu yeməyi öz az hesab etsin. Və qonağa da elə bir günah bəsdir ki, qabağına qoyulan yeməyi az hesab etsin. Burada məna nədir? Yəni, evvə ki, bir şəxsin ki, evinə qonaq gəlir, elə fikirləşmə ki, sən onun qabağına ki, yemək qoyursan, o azdır. Yəni, nə qədər, nə neymət varsa evində, o neymətlərdən qonağın qabağına neynəyəsən, qoymalısan. Əgər qonaq da sənin o yeməyi az hesab eləyirsə, o da böyük günahlardan sayılır. Qonaqlığa qəbul etmənin faydaları da vardır ki, Həzrəti Peyğəmbər salavatullah buyurur ki, kim Allahın və Rəsulunun salavatullahın məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə bircə yemək yesin. Bircə yemək yesin. Görürsən, evvə qonaq gəlir, ondan soruşursan, yemək yeyirsən, yemirsən, açsan, susuzsan, bu cür nə şeyləri, bu cür sözləri qonaqdan soruşmaq olmaz. İmam Sadiq əleyhissalam buyurur ki, ondan yemək yeyib içməyini soruşmağın imkan çatan hətta süfrə açsın. Yəni, elə süfrə açsan, kifayət eləyər. Daha soruşma ki, yemək yeyirsən, yoxsa yemirsən. Açılan süfrəni kasıb bilərək təhqir etməyin. Yəni, gedirsən, süfrə açılır, deyirsən ki, bu süfrə çox kasıb süfrədir. O süfrəni təhqir eləmək olmaz. Sizə layiq süfrə aça bilmədim demək də olmaz. Görürsən, deyir ki, üzürlü sayın, daha sizə layiq olan bir süfrə aça bilmədim. Bu sözü də demək olmaz. Açılmış süfrənin əskiş bilən ev sahibi və qonaq da deyir, buyurur ki, onlar azğındır. Nə qədər günahı vardır ki, o süfrəni təhqir eləyəsən və o süfrədə olan neymətləri az biləsən. Və qonağın qarşılanması haqqında da, evvə ki qonaq gəlir, onun qarşılanması haqqında da buyururlar ki, qonağı deməli gələndə onu qarşılamaq və qapıya qədər ötürməlisən. Və deməlisən ki, bir daha inşallah qismət olsa gələrsən. Bu sözü də gərək deyəsən. Hörmət etmək mütləqdir. Və hətta buyururlar ki, onun arxasına əyləşəndə, arxasına mütəkkə vermək gözəldir və hətta ona paltar da vermək yaxşıdır ki, paltarın neynəsin və dəyişməkdən ötər.
İslam Peyğəmbəri buyurur ki, yəni qonaq olmağa bu daha yaxşıdır, yoxsa deməli burada Allah Teala Quran-ı Kərimdə bir neçə məsələdən söhbət açır ki, insan Allahın bu hökmlərinin müqabilində, gözəl əməllərinin müqabilində məqamı nə olacaq, hansı əməllər insanı cənnətə aparacaq və yaxud cəhənnəmə aparacaq. Allah Teala Quran-ı Kərimdə 2 dənə ağacdan söhbət açır. Biri budur ki, tuba ağacıdır, biri də zəqqum ağacıdır. Tuba yəni səadət, izzət, paklıq deməkdir. Allah Teala Quranda buyurur ki, "Ellezine amenu ve amilus salihati tuba lahum ve husna mabin." Buyurur ki, iman gətirib yaxşı işlər görənlərin nəsibi ən yaxşı şeylər və ən yaxşı aqibətdir. Burada Allah Teala Quran-ı Kərimdə bu tuba ağacından söhbət açır ki, həmən bu tuba elə bir ağacdır ki, bu mənadadır ki, Allah Teala insana cənnətdə hər ən yaxşısı, nemətlərin ən yaxşısını ona əta eləyəcək. Ən yaxşısını əta eləyəcək. Gözəlliyin, səadətin, nemətin, izzətin ən yaxşısını o bəndəyə əta eləyəcək. Tuba yəni dediyim kimi səadətdir, izzətdir, paklıqdır. Bir hədisdə Allah Teala buyurur ki, tuba lahum ayyil cənnetul lahum. Ayədə buyurur ki, Allahın cənnəti onlarındır. Allahın cənnəti onlarındır. Burada buyurur ki, onlar üçün bir dənə tuba vardır. Yəni ayədə tubada gedən məqsəd budur ki, nemətlərin ən yaxşısı o şəxsə əta olunacaqdır. Və bu deməkdən məqsədim budur ki, Hz. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, necə ki, İbrahim Peyğəmbər ən gözəl qonaqpərvər bir şəxs olub, burada yəni ən gözəl qonaqpərvərlik İslamın ən gözəl əməllərindən sayılır. Ki, insan ki, bu cür əməllərin sahibi olursan, Allah Teala da bunun əvəzində sənə nemətlərin, gözəlliyin, səadətin, izzətin ən yaxşısını sənə əta eləyir. Ən yaxşısını sənə əta eləyir. Digər bir ayədə isə Allah Teala Quran-ı Kərimdə bir ağacdan da söhbət açır ki, deməli, bu tuba barəsində Allah Teala İslam Peyğəmbəri tuba barəsində soruşurlar. Hz. Peyğəmbər Salavatullah'dan buyurur ki, o bir ağacdır ki, onun kökü mənim evimdədir. Qol qanadları isə cənnət əhlinin həyətlərində dolanar. Həyətlərinə sallanar. Yəni, onun budaqları bütün möminlərin həyətlərinə sallanar, amma onun kökü isə Həzrəti Peyğəmbər Salavatullahın evindədir. Bu o deməkdir ki, yəni hər kəs Həzrəti Peyğəmbər və onun əhl-i beytinə qarşı məhəbbət olarsa və o tuba ağacından, cənnət meyvələrindən, cənnət nemətlərindən nə eləyəcək? İstifadə eləyəcək, Allah ona əta eləyəcək, bəxş eləyəcək. Digər bir ayədə isə Allah Teala Quran-ı Kərimdə buyurur ki, bir ağacdan söhbət açır, buyurur ki, Əzəlikə xeyrun nuzulən əm şəcərətul zəqqum. Buyurur ki, bir ağacdan söhbət açır ki, o zəqqum ağacıdır. Buyurur ki, qonaq olmağa bu daha yaxşıdır, yoxsa zəqqum ağacı. Burada qonaq sözü, nuzulən sözünün mənasında alimlər buyurublar ki, insan cənnətdə o zəqqum ağacına qonaq olması yaxşıdır, yoxsa tuba ağacına. Yəni, bu mənası bu cürünə buyurulur. Yəni, insan üçün ən xeyirli hansıdır? Tuba ağacı xeyirlidir, yoxsa zəqqum ağacı? Əlbəttə ki, bütün möminlər, bütün müsəlmanlar istəyər ki, Allahın tuba ağacından, Allahın behişt nemətlərindən istifadə eləsin. Amma bəzi insanlar ki vardır ki, bu zəqqum ağacından istifadə eləyəcək. Allah bu zəqqum ağacını ki,
bəzi əməl sahiblərindən ötəridir ki, onlar da odur ki, buyurur ki, zəqqum ağacı çox pis qoxulu və pis dadlı bir ağaca bənzəyir ki, və onu o ağacı zəqqum ağacı deyə adlandırıblar. Təfsirçilərin bəziləri zəqqum barəsində buyurur ki, Təhamə ərazisində bitən bir ağacdır. Təhamə, yəni o müşriklərin yaşadığı yer olub ki, deməli Ərəbistan yarımadasının qərb hissəsində olan Qırmızı dəniz sahili boyunu uzanan deməli bir bölgədir. Orada müşriklər, kafirlər çox yaşayıblar. Deməli Təhamə arasında bitən bir ağacdır ki, onun adı zəqqum ağacıdır. İkincisi, bitkinin buyururlar ki, o zəqqum ağacı elə bir ağacdır ki, onun bitkisi əgər həmin bitki zəqqum ağacının şirəsi insanın bədəninə dəysə, həmən bir yer şişir və həmən yer şişir. Buyurur ki, üçüncüsü buyururlar ki, zəqqum ağacı yəni cəhənnəm nədir? Meyvəsidir. Cəhənnəm meyvə. Həzrəti deməli Allah Teala yenə buyurur ki, indi bu ağacın nə olmasını özü açıq-aşkar Qurani-Kərimdə buyurur. Buyurur ki, Bismillahirrahmanirrahim. İnnə şəcərətə zəqqum təamul əsim. Buyurur ki, həqiqətən zəqqum ağacı peşəsi günah edən kəsin yeməkləridir. Həqiqətən bu ağac o şəxslərin yeməyidir ki, onlar günah əhlidirlər. Və bunu oxşadır, buyurur ki, kəlmihlili yuğli fil butun. Buyurur ki, o qarınlıqda qaynayan əridilmiş bir mis kimidir. Əridilmiş bir mis kimidir. Allah Teala bizləri, deməli, bu cənnət meyvələrindən bizlərə Allah Teala nəsib eləsin. Allah Teala bu Şaban ayında günahlarımızı bağışlasın. Allah Teala üzümüzə gələn Ramazan ayını da bizlər üçün xeyirli və bərəkətli eləsin inşallah. Və Şaban ayında buyururlar ki, iki carçı var ki, car çəkər, buyurar ki, ey insanlar, yapışın o ağacdan ki, Allahın neyməti başınızın üstündədir. Ondan istifadə etməklə cənnətə yaxınlaşın. İkinci carçı çəkər ki, ey insanlar, bu ağacdan qorxun və ondan uzaq olun. Deməli, Allah Teala o şəxslərə ki, tuğba ağacı nəsib eləyir, o carçı insanları həmən o cənnət ağacına, tuğba ağacına, şərafətə, izzətə, ləyaqətə, hörmətə dəvət eləyir. Buyurur ki, o ağaca yaxınlaşın, amma zəqqum ağacından isə uzaqlaşın buyurur. Deməli, o ağaca yaxınlaşmağın da bir neçə səbəbləri vardır ki, birincisi budur ki, yaxşı əməl, ikincisi Şaban ayında qılınan namaz, üçüncüsü oruç tutmaq, Şaban ayında oruç tutasan və küsənləri barışdırasan, valideynlərə hörmət etmək, yetimlərin başına sığal çəkmək və möminlərin abrını qorumaq, Quran oxumaq, Allahı zikr etmək və xəstələri ziyarət etmək, möminlərin dəfnində iştirak etmək. Bu insanı tuğba ağacına yaxınlaşdırır. Amma zəqqum ağacına da yaxınlaşmağın da səbəbləri bunlardır ki, insanları cəhənnəmə aparar. Əgər bu əməlin sahibi olsan, namaz qılmamaq, imkan olduğu halda kasıba əl tutmamaq və üzürü qəbul etməmək. Bir nəfər görsən, üzür istəyirsən, bağışlanmaq diləyirsən, o sənin üzürü qəbul eləmir. Həmən şəxs zəqqum ağacına yaxınlaşmağına səbəb olar. Ata ilə övlad arasını vuran, görürsən, ata ilə övlad arasını vuran şəxslər olur ki, bu şəxslər də zəqqum ağacına yaxınlaşır, qonşunu narahat edən əməllər görəsən, keçmişdə öz günahlarını xatırlayan şəxs. Bəzən keçmişdə günahlar olunur ki, o günahları insan neynir xatırladıqca daha da ləzzət alır. Bu cür əməllər insanı o ağaca, o cəhənnəmə neyniyər, yaxınlaşdırır. Allah Teala bizləri cəhənnəm odundan uzaq eləsin. Allah günlərimizi xeyirli, bərəkətli eləsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.